Salam əziz izləyicilər. Bugünkü video izahımızda 13 aprel 2025-ci ildə keçirilən 9-cu siniflərin buraxılış imtahanı riyaziyyat suallarının izahına baxacağıq. Elə isə başlayaq 57-ci sualı. Düzbucağının uzunluğu 40%, enli 20% azaltdıqda sahəsi neçə faiz azalar? Deməli uzunluğu 40, deyirəm ki, uzunluq x-dir, eni y-dir. Bunu 40% azaldanda olacaq 0.6x. Bunu 20% azaldanda olacaq 0.8y. Əvvəlcə sahə nə idi? X, y idi. Bu azalandan sonraki sahə nə olur? 0,48 x, y. Faiz nisbətini tapıram. 0,48 x, y bölürəm x, y-ə. Vururam 100-ə. Olacaq deməli 48. Azalandan sonra 48 olub. Bu neçə faiz azalıb? 52% azalıb ki, 100-dən çıxsan 48-də cavab 52. 52% azalıb ki, olub 48. Kubun tilini 2 dəfə azaltdıqda həcmi neçə dəfə azalar? Kubun həcmi nəyə bərabərdir ümumiyyətlə? Tili A olan kubun həcmi A-nın kubudur. A kubudursa həcmi 2 dəfə azalıbsa, həcmdə 8 dəfə azalacaq. Çünki kub olaraq düz asıldı. AOB açıq bucaq, CO AB-yə perpendikulyar, DOC 25. Bizə nə soruşur? AOD bucağını. Burada deyirəm ki, x. X plus 25 plus 90-ın ümumi cəmi 180 verir bizə. X plus 115 bərabərdir 180-ə. X də bərabərdir 65-ə. Cavab C variantı. Keçək 60-cı suala. Vuruqlara ayırmaq. Əvvəlcə vuruqlara ayıraq sürəti. M kvadrat çıxaq M-dən M-i ortaq vuruq çıxardıram. İçəridə qalır M çıx N. Sonra da 5M minus 5N-dən də 5-i çıxardıram. Olur M çıx N. Məxrəcdə qalır 5 çıx M, 5 plus M. Məxrəci də müxtəsər vurma düsturu kimi açmışam. A kvadrat çıx B kvadrat bərabərdir A çıx B. A üstə gələk B. Burada deməli bir də ortaq vuruq var. M çıx N çıxardıram. İçəridə qalır M plus 5. Məxrəcdə də M plus 5 vuraq 5 minus M-ə. M plus 5-lər gedir. Qalır deməli M minus M bölək 5 minus M. Cavab B variantı. Keçək növbəti suala. Tənliyi həll edin. Hər tərəf 3-ə böləndə qalır x çıx 2 bərabərdir 2, x də bərabərdir 4. Cavab C. 2x plus y bərabərdir 0. Tənlik sisteminin x-i tapın. Tərəf-tərəfi toplasam verir mənə. Deməli 3x üstə gələk 0 bərabərdir 6. X də bərabərdir 2. Tərəf-tərəfi topladım. Y-də islah getdi. Qaldı x-lər. Hansı nöqtə y bərabərdir mənfi 2x plus 6 funksiyasının qrafiki üzərindədir? Üzərində deyirsə, uyğun koordinatları yerinə qoysan. Tutaq ki, A variantını yoxlayıram. A variantında nədir? X 6-dır, Y 0-dır. X-in yerinə 6 qoyaq görək nə alır? Mənfi 12 plus 6, mənfi 6, Y 0 olmadı. Deməli, ödəmir A variantı. D-yə baxaq. Mənfi 5, 16. Mənfi 5-i qoyanda 10, üstə gələk 6. Deməli, 16. X-imiz mənfi 5, Y-imiz 16. Cavab D variantı. Keçək 64-cü suala. Əkob 18-36 üstə gələ əbob 10-11 cəmini hesablayın. Əkob 18-36 görürük ki, 36 18-ə bölünür. Deməli, bunun əkobu nədir ilə? 36-dır. Biz demişik ki, birinin bölünən olanda əkob bölünənə bərabərdir. Əbob da bölənə bərabərdir. Deməli, burada 36 əkobdur. Əbob 10-dan 11. 10-dan 11 ardıcıl ədədlərdir. Demişik ki, ardıcıl ədədlər qarşılıqlı sadədir. Və demişik ki, qarşılıqlı sadə ədədlərin əbobu 1-dir, əkobları hasilidir. Olur 1, 36 üstə 1 gələndə 37. Cavab Y variantı. Keçək 65-ə. Tənasübündən x-i tapın. Deməli, 5 ilə 15 ixtisar apararam mən. 3 olar. 3 ilə 21 ixtisar apararam. Olar 7. X bərabərdir 7. C variantı. Keçək 66. İlk 10 natural ədəddən təsadüfi seçilmiş birinin sadə ədəd olması ehtimalını tapın. Deməli, ehtimalı tapmaq üçün mümkün hallarımız neçə dənədir? 10 dənə. İlk 10 dənə ədəddən neçəsi sadədir? 2 sadədir məsələn, 3 sadədir, 5 sadədir, bir də 7 sadədir. Qalanları mürəkkəb. Deməli, 4 dənəsi sadədir. Ehtimalımız olur 10-da 4. Bu da ixtisar gedir, qalır 5-də 2. Y variantı. 67-ci suala baxaq. Mərkəzi O nöqtəsində olan çevrədə ABO 22, ASO 28-dirsə, BAC bucağını tapın. Tutaq ki, burada deyirəm alfa, bura olacağına 2 alfa. Demişik ki, 22 üstə gələk, 28 üstə gələk. Buradan çıxır ki, deməli 2 alfa üstə alfa bərabərdir 2 alfaya. Belə çıxır. Buradan da alfa bərabərdir 50 dərəcə. Cavab A variantı.
Keçək 68-ci suala. Tərəfi 12 olan kvadratın perimetrini tapın. Tərəf 12-dirsə, kvadratın 4 dənə tərəfi var. Perimetrdə tərəflərin uzunluqları cəmidir. P də bərabərdir 4 vur 12 bərabərdir 48-ə. D variantı. 69. İfadəsinin qiymətini hesablayın. 56 vur mənfi 15-i saxlayıram sürətdə. İçəridə nədir? 14 vuraq 20-dən 50 çıxanda mənfi 30. 14 ilə 56 ixtisar gedir 4 dəfə. Bunlar da gedir 2 dəfə. Cavabımız 2. Y variantı. Keçək 70-ci suala. Çoxadilisi vuruqlara ayırın. Görürük ki, x plus y bu ortaqdır. X plus y-i çıxarıram çölə. Olur S çıx D. X plus y vuraq S minus D. Ano, Y variantı. Yox, Y yox. X plus y A variantı. Keçək 71-ə. A və B çoxluqlarının kəsişməsi ilə S-nin fərqini tapaq. Əvvəl A və B çoxluqlarının kəsişməsini tapaq. Nə olur? Deməli, hər ikisində ortaq olanlar 1, 2, 5. 1, 2, 5-dən çıxacam nəyi? S-ni. 0, 1, 3, 6. Nə qalacaq yerdə? 2, 5. B variantı. Kimmiş əvvəl düz yazdı, sonra səhv edib. 72-yə baxaq. A, B, B, A. Nə olur? Açıram. 10A, üstə gələk B, üstə gələk 10B, üstə gələk A, bərabərdir 88, A minus B. 11-i çıxarıram çölə, olur A plus B, bərabərdir 88, A minus B. 88-dən 11 ixtisar getsin, burada qalsın 8 dəfə. A plus B bərabərdir 8A çıx 8B-dirsə, 9A bərabərdir 9A yox, 9B bərabərdir 7A-ya, B bərabərdir 7K, A da bərabərdir 9K. İndi K-nın bir qiymətində bu ödəyir, çünki rəqəmdir A və B. Deməli, AB ədədimiz nə olacaq? 97. AB ədəd 97, cavab 97-dir. Qarşı təpələrindən biri koordinat başlanğıcında, digəri isə 8-8 nöqtəsindən kvadratın sayəsini tapın. Koordinat müstəvisində göstərirəm. Y, X. Biri koordinat başlanğıcındadır, 0-0-da. Digəri hardadır? 8-8-də. 8 bura tutaq ki, -8-də bura. Gəlir, belə kvadrat yaradır burada. Bunlar təpələrdir. 0-8 arasında məsafə neçədir? 8-dir. 0-8 arasında məsafə neçədir? 8-dir. Deməli, bu kvadratın sahəsi nəyə bərabər deyil? 8-in kvadratı 64-dür. Cavab 64. Keçək növbətiyə. Mən 2-ni burada bu mötərizənin içinə vursam nə olacaq? 2,85-in kvadratı, üstə gələ 7,15-in kvadratı, üstə gələ 2 vuraq, 2,85 vuraq, 7,15. Bu da bizə nəyə xatırlayacaq? Müxtəsər olmaq üstürü. 2,85 üstə gələk 7,115-in xaricdən kvadratı bərabərdir. 10-un kvadratı 100. Cavabımız 100-dür. Keçək 75-ə. X, Y, Z natural ədədləri üçün X vur Y 6, Y vur Z 18 olarsa, X plus Y plus Z cəminin ən kiçik qiymətini tapın. Deməli, X, Y 6-dır. Elə ədədlər fikirləşməliyik ki, hasılı 6 olsun. Məsələn, 1, 6, 2, 3, başqa hansı var? Belə, bunlar ilə. Sonra, elə ədədlər fikirləşməliyik ki, hasılı 18 olsun. 1, 18, 2, 9, 3, 6. İndi 2, 9 ödəməyəcək. Baxaq, bir baxaq ya da hamısına. Tutaq ki, Y-yə deyirəm 1, X-ə deyirəm 6, Z-ə deyirəm 18. Cəm nə olur? 27 olur. Yox, 27 olmur, 25 olur. Çox böyük oldu. Baxaq, tutaq ki, Y 2-dir, X 3-dür, Z-imiz neçə olur? 6 olur. Cəm neçə olur? 11 oldu. Sonra nə var burada? Tutaq ki, Y 1-dir, X-imiz 6-dır. Ya da X-imiz 1-dir, Y-imiz 6-dır. Y 6 qoyanda Z-də 3 olur. Hə, elə budur. 1 plus 6 plus 3, ən kiçik budur. Cavabımız 10. Mən bir hamısını yoxlamadım da indi. Bərabər tərəfli element üçbucağının sahəsi bərabər tərəfli ABC üçbucağının sahəsindən 16 dəfə böyükdür. Tutaq ki, S ABC-yə S deyirəmsə, S elementinə nə deyəcəm? Deyəcəm 16S. ABC-nin perimetri 9 verib.
PABS bərabərdir 9. Tutaq ki, ABC-nin tərəfi A-dır. 3A bərabərdir 9-sa, A bərabərdir 3. Biz bilirik ki, indi bunun tərəfinə tutaq ki, deyirəm ki, B. Biz bilirik ki, tərəflə sahə necə mütənasibdir. Kvadratik düz. Yazıram 3 böl B-nin kvadratı bərabərdir nəyə? S böl 16-nın, S böl 16-ya, 16 isə. S-lər buradan ixtisar gedir. 3 böl B bərabərdir 1 böl 4-ə. Hər tərəfdən kök aldım. B də bərabərdir 12. Cavabımız 12-dir. Keçək 77-yə. X-i verib 5 minus 2 kök 6. Y-i verib 5 plus 2 kök 6. Olarsa, X, Y böl X plus Y ifadəsinin qiymətini hesablayın. X, Y hesablayaq gəlin. 5 çıx 2 kök 6. 5 plus 2 kök 6. Olur 25 çıx 24 bərabərdir 1. X plus Y hesablayaq. 5 çıx 2 kök 6 üstə gələk. 5 plus 2 kök 6. 2 kök 6 da buradan nə gedir? İslah gedir. 10. Deməli, 1-i də 10-a böləndə cavabımız 0,1. 78-ə baxaq. Ətraflılar. Aha. 2 eşikdə birlikdə 50 kiloqram qənd var. Buram bir dənə 2 eşikdə birlikdə nə var? 50 kiloqram qənd var. Birinə X deyəcəm. Birinə dənə Y deyəcəm. Tutaq ki, birinci yeşik olsun, ikinci yeşik olsun. X, Y. Hər gün birinci yeşikdən 3 kiloqram, ikincidən 2 kiloqram qənd götürdülər. 6 gündən sonra yeşiklərdə bərabər miqdarda qənd qaldı. Hər gün 3 kiloqram qənd götürübsə birincidən, 6 gün sonra nə qədər olacaq? 12 kiloqram götürmüş olacaq. Yəni, sonraki vəziyyət nə olur? X çıx 12. Burada nə olur bəs? Y çıx nə? 12 yox burada, 18. Hər gün 3 kiloqram götürübsə, 6 gün sonra 18 kiloqram götürmüş olacaq. O da olacaq X minus 18. İkincidən isə 2 kiloqram götürübsə, 6 gün sonra olacaq 12. Y çıx 12. Deməli, belə... Aha, все. X çıx 18 ilə Y çıx 12 deyir ki, bir-birinə bərabər olur. 6 gün sonraki vəziyyətlərdir bunlar. X çıx Y buradan 6 çıxır. Özü X plus Y bizə nə vermişdi əvvəl? 50. Bu da 50 olur. Tərəf-tərəfə toplayıram. Nə olur? 2x bərabərdir 56, x bərabərdir 28. Bizdən elə nə soruşurdu? Birinci yeşikdə olan qəndin miqdarı. Cavabımız 28-dir. 79. Satıcı bir şarın birini 12 qəpiyə alıb 15 qəpiyə satır. Satış zamanı 5 şar partlamışdır. Satış zamanı nə edir deməli? 5 şar partlayır. O bütün şarların alqı-satqısından 6 manatdan çox gəlir əldə edir. Ən az neçə şar alıb satmışdır? Hə. Tutaq ki, bu hər şardan neçə qəpik qazanır? 12 alır, 15-ə qazanır. 15-ə satır. 3 qəpik pul tutur hər bir şardan. Tutaq ki, bunun x dənə şarı var. X şar satır, yəni. Birindən 3 qəpik gəlir əldə edilirsə, x-indən də 3x gəlir əldə edəcək. 3x gəlir əldə edəcəksə və bu ziyanı da var axı. 5 dənə də şarı partlayır bunun. Hər 12 qəpiyə aldığı şarın 5-i partlayır. Deməli, 60 qəpik də bu ziyana gedir. 3x çıxar 60. Böyüdür nədən? 6 manatdan çox deyir. 6 manat neçə qəpikdir? 600 qəpik. Böyüdür 600-dən. 3x böyüdür 660-dan. X böyüdür 220-dən. Bunun da deməli ən kiçik qiyməti nə olur? X də bərabərdir 221. Cavabımız 221-dir. 80-ə baxaq. Düzbucaqlı üçbucağın üçbucağın katetlərindən biri digərindən 2 cm böyük. Yəni düzbucaqlı üçbucaq yaradaq. Deyir katetlərindən biri digərinin 2 cm böyük, hipotenuzundan isə 2 cm kiçikdir. Tutaq ki, bura x-dir. X çıx 2 biri olsun. X plus 2 də bu olsun. Aha, düz oldu. Bu x kateti hipotenuzdan 2 cm kiçikdir, digərindən 2 cm böyükdür. Bu üçbucağın hipotenuzunu tapın. Gəlin biz burada Pifagor teoremi tətbiq edək. X kvadrat üstə gələk x çıx 2-nin kvadratı bərabərdir x plus 2-nin kvadratı. X kvadrat üstə gələk x kvadrat çıxaq 2x 4x. Başım qarışacaq. 4x üstə gələk 4 bərabərdir x kvadrat üstə 4x üstə gələk 4-ə. Buradan 4-lər bir-birini aparsın. X kvadratlarla bir getsin. Qalsın nə? X kvadratı çıx 8x bərabərdir 0.
X-i çıxardıram mötərizə xaricində. X çıx 8 bərabərdir 0. X bərabərdir 8. Bu 0 olanı götürmürük. Çünki üçbucağın tərəfi 0 ola bilməz. Bu üçbucağın hipotenuzunu tapın. X 8 tapmışamsa hipotenuz nə olacaq? X plus 2. 8 plus 2 bərabərdir 10. Bunun elə tərəfləri nəymiş? 6, 8, 10 üçbucağıymış. 81-ci suala baxaq. Şəkildə verilən fiqurda BC parçası mərkəzi O nöqtəsində olan yarımçevrənin diametridir. Burada yeganə yaxşı sual varsa o da budur. BC qövsünün uzunluğu 4pi olarsa, BC-nin qövsünün uzunluğu 4pi verib. AO-nu 6 verib, AB-ni də AC-yə bərabər verib. Fiqurun sayəsini soruşur. Normal yaxşı sualdır. Aha, baxaq. Deməli, burada C düşməyib deyəsən, kəsilib. C-ni yazaq. BC qövsünün uzunluğunu 4pi verib. Biz burada avtomatik nə etməliyik? Uzunluğunu 4pi veribsə, deməli nə yazacağam? Bu həmin qövsünün uzunluğu nəyə bərabər olur? Yarımçevrəyə bərabər olur. Yarımçevrənin uzunluğuna. Yarımçevrə də nəyə bərabərdir? Çevrənin uzunluğunun yarısına. Çevrənin uzunluğu 2 pi yerdirsə, bunun yarısı nə olur? Pi yer. Pi yer də nəyə bərabər? 4 piyə bərabərdir. Yazıram. Pi r bərabərdir 4 pi. R də 4 olur. R 4-dürsə, R 4 tapmışam. Yəni BO 4-dür. OC 4-dür. Və deyir ki, AB AC-yə bərabərdir. AB AC-yə bərabərdirsə, avtomatik bu görür ki, mediandır. Mediandırsa, həm də hündürlük olur. Çünki bərabər yanlı üçbucaqda təpədən çəkilmiş median həm hündürlük, həm tənböləndir. Buranı da verib nə? 6 verib. R-i 4 verib. Saxlayırıq burada hələ. S üçbucağın perimetrini tapaq. S nəyə bərabər olur üçbucağın? 8 vuraq. 8 vuraq neçə? Deməli 6 bölə 2. 24 bura olur. Bu üçbucağın sahəsi 24 olur. Yarım dairənin sahəsini tapaq. Yarım dairənin də sahəsi dairənin sahəsinin yarısına bərabərdir. Pi r kvadratı bölə 2. R tapmışam 4. Pi vuraq 16 bölə 2 bərabərdir 8 pi. Ümumi fiqurun sahəsini tapmaq üçün bunları toplayaram. 24 plus 8 pi. Cavabımız 24 üstə gələ 8 pidir. Bu qədər uşaqlar. Çox rahat suallar idi. Yaxşı idi. Yazmalı suallar idi. Hər birinizə uğurlar. İnşallah növbəti videolarda görüşərik.